17 il əvvəl Biogarden qurulanda ölkədə bunun nümunəsi yox idi. İndi insanlar belə bağ salanda ya da agroturizm işi ilə məşğul olanda ya gəlib bura baxırlar, ya da özlərini ifadə edəndə deyirlər ki, məsələn, mənim quracağım yer Biogarden kimi ya da Biogarden kimi yox, biraz daha başqa cür. Belə ifadələr işlədirlər, siz də bilirsiniz, gəlib sizdən görüşürlər, tövsiyələr alırlar. Siz 17 il əvvəl, buranı qurmadan əvvəl, burada heç bir ağac yoxkən, nə tər qərar verdiniz ki, bu ölkədə bunu eləyə bilərəm, insanların buna marağı olar, içinə turizm də qoyaram ya da həqiqətən işləyən bir sistem yaranar? Buyurun. Maraqlı sualdır. Belə cavablandırım ki, bunun üçün də dünyəvi bilgiyə ehtiyac var. Mən özüm 30-dan yuxarı xarici dövlətdə olmuşam. Əsasında kənd təsərrüfatının strateji baxımdan araşdırma nöqteyi nəzərindən. Və bunun hər birində də buna bənzər, amma tam yox, tamı rastlaşmamışam. Görmüşəm ki, agroturizm adında bir servis var. Bu əsasən gilə meyvələri üzərində qurula bilər, bu meyvəçilik üzərində qurular, amma yenə də deyərəm ki, müasir bir olsa da janr baxımından, yəni içərisinin tərtibatı ilə çox bəsit. Yəni inan Azərbaycanın kənd təsərrüfatını işdən bilən birisi kimi və xaricdə gördüyüm bu xidməti əyani olaraq Azərbaycanda həyata keçirib və müsbət nəticə əldə edəcəm heç bir şübhəm yox idi. Bilirdim ki, cəmiyyət də bunu qəbulliyəsidir. Bunun üçün mənə uzun illər lazım idi. Bu əzmkarlıq da içimdə var, xarakterində olduğuna görə inanla bu işə girişdim.